Dostlar, sizə indiyə qədər gördüyüm ən fərqli seti təqdim edirəm. İçində şahpulova kimi var. Bir millət, iki dövlət şüarını menyuda reallaşdıran məkan. Beyran Türk və Azərbaycan mətbəxini miks eləyərək bax belə maraqlı bir set hazırlayıb. Bura bir xeyli salatlar və məzələr daxildir. Mövsüm salatı, vişnəli pomidor salatı, kababın malı, sumaklı soğan salatı, bir sıra məzələr. Ən çox da diqqətimi çəkən beyran əzmi oldu. Bundan başqa çiğ köftə, 4 ədəd lahmacun və ayranlar da öz yerində. Əsas məsələ isə bax bu kabab tabağıdır. Odlu alovlu bu sinidə xan kababdan tutmuş köftəsinə qədər, kartof lüləsindən tutmuş tərəvəz, toyuq, tikə kabablarına qədər nə desəm var. Və setlər aləmində nadir rast gəlinən şah pulov da bu setə daxildir. Qiyməti 79 manatdır. İndi bu rəqəm kiminə görə normal, kiminə görə baha ola bilər. Amma dad və keyfiyyət həqiqətən yaxşı idi. Vişnəli pomidor salatı ilə lahmacunun birliyi yeni dad kəşfimdir, bir dəfə yoxlayarsınız. Magistr dərəcəli lahmacunşünas Sadiq Fərzəli bəy kababları lahmacuna birləşdirib yedikdən sonra dedi ki, bu ləzzəti heç İstanbulda görməyib. Şah pulovun əti və düyüsü bir yana, qazmağı belə çox ləzzətli idi, şefə əhsən. Bir də bura gəlsəz, qızardılmış dondurmanın yeni versiyasının dadına mütləq baxın. Üzərinə şokolad sousu və kadayıf əlavə olunur. Və bax bu şəkildə servis edilir. Sözlə ifadə eləyə bilməyəcəm, əfsanəvi dadı var. Qiyməti 8.90-adır. Beyran Targovda yerləşir. Adı və dadı brendləşmiş məkandır. Getməmisinizsə ən azı bir dəfə baş çəkməyə dəyər.